Yəni qadın o qədər ki xəyanətdən qorxur ki, kişi buna xəyanət edirlər, yuxusunda görür ki, aha xəyanət elədi. Beyin heç tam yatırmı, tam yatmaq deyə bir şey olmur çox vaxt və yuxu hamımız görürük. Amma adam var ki, yuxular o qədər ciddi bir əhəmiyyət kəsb edən, onun üçün o yuxunun o görüntüsü yadında qalmır. Öldüyüm qohumumu niyə görürəm? Öldüyüm qohumumu sanki sağ imiş kimi görürəm və bilmirəm ki, yuxudayam. Bəli. Elə bilmirəm ki, o sağdır, bu ayrıdır. Amma yuxuda görürəm və bilirəm ki, yuxudayam. O yuxular da özünə hipnozdur sanki. O yuxunu görmək, öncə görmək. Bu bir də real öncə görmələr, real öncə görmələr ola bilərmi? Ola bilər. Nadir hallarda, amma mən onu çox da elə qəbul etmirəm. Sadəcə mən nəyə qəbul edə bilərəm? Başqasının həyatı ilə bağlı gördüklərim. Bir Allahın özünün obrazı mənə dedi ki, filan şey olacaq. Onda öncə görmələrdə biraz həqiqət ola biləcəyini düşünürəm. Amma orada da yenə təlqin komponenti 90%-dən az. Salam, hər vaxtınız xeyirli olsun doktor, xoş gəlmisiniz. Hər vaxtınız xeyir, buyurun. Doktor, bugün yuxu görmələr haqqında danışmaq istəyirəm. Daha doğrusu sizə suallar vermək istəyirəm ki, siz cavablandırasınız. Ümumiyyətlə, yuxu prosesi nədir? Yəni yuxu və yuxu görməni ayırmaq məqsədlə yəqin soruşursunuz, çox vacib məsələdir. Çünki biz yuxu deyirik, yuxu yatmağa deyirik. Yəni, Bəli. yuxu prosesi yatmaqdır. Yəni yatıramsa yuxudayam. Yuxu görmə, o yuxular ki görürsünüz, buna röya deyirlər. Röyalar ki görürsünüz Türkçəsində rüyalar ki var, o biz ondan bu gün danışırıq. Yəni yuxunun özünü yatmaqdan yox, yuxu prosesindən yox. Yuxuda nə görürsünüz ondan danışmaq istəyirik. Çünki yuxu prosesi elə bir şeydir ki, sürətli və ləng fazası olan bir prosesdir. Belə bir ki, sürətli fazası saat yarım, ləng fazası bir o qədər, sonra getdi sürətli fazı artan bir prosesdir. Yuxu zamanı beyində məlumatlar söndürülür, yandırılır, işlənir. Məlumatlar deməli beyin yükü azalır. Yuxu bunun üçün lazımdır, beyni dincəltmək üçün. Kompüteri necə söndürüb yandırırıq, perizagruska deyirlər. Bax, yuxu beyin üçün eyni o perizagruska prosesinə oxşuyur. Axı biz mental yoga və ruhi bilik mütəxəssis kimi çıxış edirik çox vaxt və bu mənada mən ruhi varlıq olaraq beyin kompüterimi söndürüb yandırıramsa, mən söndürmürəm. Yəni proses olaraq, təbiət olaraq sönüb yanırsa, bu proses nə edir? Beynimizi yükdən azad edir. Beynimizi perizagruska deyirlər rusca. Bax, o perizagruska edir. Yuxu görmə, yuxu görmə bu yuxunun içində baş verən mənim subyektiv görüntülərimdir. Hayır. Ruh elə bil ki, beyin kompüteri açıq qalır. Ora baxanda ruh orada yəni müəyyən görüntülər görür. Ruh onu həyatda, virtualda çoxlu informasiya bizi yayındırdığı üçün yuxuda sanki konsentrə olmuş olur, digər informasiyalar sönür və həmin məsələnin həlli tapılır. Və yaxud da həyat məsələsi var, nəsə bir münasibət problemi var və s. Belə yuxular var. Sonra var qorxudan, təşvişdən doğan yuxular. Məsələn, bir üzr videoları var, görmüsünüz. Mən deyir, üzr istəmiz xanımdan ki, bir həftə əvvəl ona xəyanət eləmişim. Onun yuxusunda. Yəni qadın o qədər ki xəyanətdən qorxur ki, kişi buna xəyanət edirlər, yuxusunda görür ki, aha xəyanət elədi. Bu qadının təşviş mənşəli yuxusudur və ayrılır yuxudan, sanki onu yaşamış kimi olur və yoldaşına qarşı münasibəti dəyişir. Yəni yuxuda yoldaşı buna xəyanət eləyib, çünki bunun qorxuları var axı, sanki o xəyanət təsdiqini tapıb, sanki bu gerçəkdə olubmuş kimi bu qədər ciddi reaksiya verirlər. Sonra yuxular var ki, qorxu təşvişli, yəni qorxulu yuxular deyək. Təşvişin fonunda məni öldürürlər, dalımca düşürlər, daim təqib edirlər. Burada vacib olan təkrarlanan yuxulardır. Qorxulu yuxular təkrarlanırsa, bu artıq ağır təşviş pozuntusu deməkdir. Mənim psixoterapevt kimi əhəmiyyəti var mənim üçün. Bu təşviş tipli yuxulardan içində qorxulu yuxular, yəni ujas deyirlər, ujas, film ujas kimi, yəni qorxulu film kimi görürlər. Və bu yuxular təkrarlanan bir müddət. Çünki bu insanı həqiqətən əzaba çevrilir. Adam var ki, bu obsessiv tipdə bir yuxulardan canını qutara bilmir. Yəni bir var gündüz obsessiyası, bir də var yuxudakı obsessiya. Yəni eyni yuxu ssenarisinin təkrarlanması. Mən pasiyentim olub yuxuda paralel həyat yaşayıb. Yəni bir serial kimi. Bəli, şəxsiyyətin ikiləşməsinin maraqlı bir forması rastlaşma çıxıb. Serial kimi yuxuda bir həyat yaşayır və hətta yatmağa çox meylən ki, yuxudakı həyatım və oradakı adım, oradakı ailəm daha yaxşıdır.
Təsəvvür belə şey də görmüşəm. Yəni ardını görür hər dəfə. Paralel dünyada sanki yaşayır. Ardını görür, bəli. Bugün bu həyatda yaşayır, orada yuxuda başqa həyat yaşayır. Ola bilər ki, yatmadan öncə onu planlaşdırır, beynində elə uzanır yatmağa. Düşünür o barədə. Düşünməsə, düşünür görəsən sonra nə olacaq və müəyyən arzuları. Orada da yuxu nədir bayaq dedim, arzuların ifadəsidir axı. Orada arzuladığı ruhi dünyadan gətirdiyi rahatlıq həyatı ki var, digər planetlərdən axı yeni bədən alıbdı bu ruh. Bu ruhi varlıq yəqin ruhi yaddaşında qalıb nəsə və istəyir o həyatın dadsın yerində və gözəl arzularla yatır. Bəlkə yuxu başlayır serial deyirəm axı arzuladığı şeylər yuxuda görən kimi, o ac toyuq yuxusunu daha da görən kimi həmin prinsiplə gedir, serial kimi görür. Paralel həyat yaşayır hətta. Sonra yuxuda agah olma deyilir. Agah oldu. Yuxuda mənə agah oldu. Nə agah oldu? Filankəsin həyatı və öz həyatım. Burada iki dənə əsas məsələ var. Birinci, öncə görmə yuxular var. İndi siz yəqin bu barədə sualınız varsa, bir detal varsa buyurun. Ümumiyyətcə hələ o xırdalıqlara getmədən öncə sual vermək istəyirəm ki, doktor, heç yuxu görməyən insanlar da var. Var, bəli. Yəni bu nə ilə əlaqədardır ki, onlar heç ümumiyyətcə yuxu görmür? Yuxu görməyən deməyək, yuxusu yadında qalmayan insanlar var. Onların yuxu görürlər. Heç kimin beyni gecə tam yatmır. Xüsusilə sürətli fazla gözlər belə hərəkət eləyir. Yuxunun sürətli fazlasında. Hərəkət eləyəndə beyin varolik, ölümsüz və fəslər beyində aktiv olur. Beynin emosional və rasional tərəfləri bir-birinə bağlanır və insan beynində problemi həll etməyə çalışır. Beyində insan həll etməli, beyin özü həll etməyə çalışır. Ruh üçün belə bir material təmizləyir. Ona görə beyin heç tam yatırmı? Tam yatmaq deyə bir şey olmur. Çox vaxt və yuxu hamımız görürük. Amma adam var ki, yuxular o qədər ciddi bir əhəmiyyət kəsb edən, onun üçün o yuxunun o görüntüsü yadında qalmır. Ümumiyyətlə, əhəmiyyətli bir şey görmür. Çünki təəssüratçıl insan deyil, psixi cəhətdən sağlam insandır. Psixi cəhətdən sağlam insanlar çox yuxularını yadda saxlamırlar. Deyirlər, mən yuxu görmürəm. Bəli, elə var ki, deyirik ki, mən yuxu görmürəm. Elə hal var ki, mən yuxudan dururam, yuxu gördüyümü xatırlayıram, amma nə gördüyümü xatırlamıram. Bir də var, yuxunu olduğu kimi xatırlayıram. Bəli, müxtəlif. Yəni, yuxu görmədim deyən insanla yuxu gördüm amma xatırlamıram deyən insan arasında fərq yoxdur demək istəyirsiniz. Yəni hər ikisi sadəcə xatırlamır. Fərq odur ki, yuxuda nəsə hiss edib, nəsə bir dəyişik bir şey. Amma yadına gəlmir. Bu ümumiyyətlə, yəni çox da ciddi yuxu görməyib də. Yuxusu necə yuxudur? Qısa. Təsir edici yuxular yadda qalır onda. Təsir etməyib də buna heç bir. Bəli. Onda elə ki, mən yuxu görmürəm və psixi cəhətdən rahat, sağlam adamlar. Məsələn, mən yuxu nadir halda görürəm açığı. Özüm üçün deyim. Son 15-20 ildə yuxu, yəni qəlbən özüm rahatlığa doğru köklədiyim üçün demək olar ki, yuxu görmədən rahat yatmağa yəni köklənirəm. Yuxu görmə, düzdür, oyana bilərəm gecə müəyyən başqa səbəblərdən, amma yuxuya görə yox. Aha, aydındır. Yuxu görmə yox, olmur. Demək olar ki, yadında qalmır. Aha, qorxulu yuxulardan danışasınız istəyirəm biraz. Ölüm hadisəsi görənlər, yuxuda qəza törətdiyini görənlər. Hətta bir də mən qorxulu yuxu kimi bura əlavə eləyə bilərəm. Qarabasmalar, elə insanlar var ki, yatdığı yerdə diksinib ayılırlar, dəhşət içində ayılırlar ki, sinələrində qara bir şey oturmuşdur və s. Burada bir sualınız əlavə ölüləri görürəm deyir, tez-tez yuxuda. Bəli, ölüləri görürəm. Elə adam var ki, ölünü pis vəziyyətdə görür. Yəni bu yuxular haqqında nə deyə bilərsiniz? Orada müxtəlif məsələlər var. Birinci, bunların çox hissəsi qorxudan yaranan təbii yuxulardır. Öldüyüm qohumumu niyə görürəm? Öldüyüm qohumumu sanki sağ imiş kimi görürəm və bilmirəm ki, yuxudayam. Bəli. Elə bilmirəm ki, o sağdır, bu ayrıdır. Amma yuxuda görürəm və bilirəm ki, yuxudayam. Bu axı ölmüşdür. Bunu mən necə görürəm deyirəmsə, bu ayrı yuxudur. Burada artıq mental yoga və metafizik bəzi biliklərin içinə getmək lazımdır. Çünki müasir elm bunları məsəl üçün izah eləməyə fərqli baxışdan izah edir, amma məsələn ruhi bilik baxışından fərqlidir. Deməli, mən öz ölümümü görürəmsə, nənəmə deyirdim, ay nənə, elə bir yuxuda görmüş, uşaq vaxt yuxu görürdük də, təbii ki, yadımızda da qalırdı. Uşaq vaxt təəssüratçı olur axı. Ay nənə, elə bir ölmüşəm, deyir, abala, ömrünü uzatmısan, deyirdi nənəm həmişə. Yəni, yuxuda ölməkdə, ölüm qorxusu sanki gerçəkləşibdir deyə, həyatda ölüm qorxusu daha səndə az narahat etsin deyə öldüyünü görürsən. Və yaxud da təşviş bayaq dedim, axı, məni kimləsə mənim konfliktim var və ondan qorxuramsa, yuxuda sanki o məni öldürdü və zədə verdi görəcəm. Yuxuda dalımıza it düşür. İtdən qorxma var və bir də o qorxular bir-birinə bağlanır. Yuxu sadə bir proses də deyil. Məsələn,
it dalınca düşdü, amma o it deyil. O qonşuda konfliktdə olduğu insanın it obrazında bunun dalınca düşüb. Yəni obrazlar itdən qorxur uşaqlıqdan və bir nəfərdən it kimi qorxur, itdən qorxan kimi qorxur. Ondan yuxuda o it onu cumdu və dişlərini görə bilər. Ölüləri görməyə qayıdaq. Ölüləri görmək biraz məsələ fərqlidir. Məsələn, mən təzə yenidə ölmüş yaxın adamımı, qohumumu, ölümündən çox şiddətli zərbə aldığım bir insanı yuxuda görərkən bunun yuxu olduğunu bilirəmsə, ki bu adam, nəinki yuxu olduğunu bilirəm, bilirəm ki, o ölübdür. Yəni, yuxuda görürəm ki, bu ölüb, mən bunu necə görürəm sualı verirəmsə, yuxuda sanki ayıq adam, yəni mən öldüyüm bilərsə, demək, yuxu olmadığını şuuraltı bilirəm də bunun. O ayrı bir yuxudur. Bir də mən yuxuda bilirəm ki, bilmirəm yuxudayım, deyirəm, ölən adamın öldüyünü də bilmirəm. Sanki tərzdən yaşayıram onu, ya həyatda kimi bilirəm. Bu həqiqi yuxudur. Yəni, həqiqi necə yuxu? Burada artıq dərk olunmuş yuxu deyil də bu. İkinci də burada məsələ nədir? Həmin o ölən insanın, dünyasını dəyişən insanın enerji bədəni var. Yəni mən bədənimdən çıxanda özümü hələ Əli Nağıyev kimi hesab edirəmsə, bu mental yoqada bunları açıqlayırıq biz. Mənim var ruhum var, öz mənliyim, öz mənim, həqqi mənliyim. Bir də var bədənim. Öz mən bu maddi bədənin içində oturursa, deməli öz mənin enerji bədəni də var. Maddi bədən, maddi ilə qaba bədən deyək, bir də enerji bədəni deyək. İkisi də maddədir, onsuz da ikisi də materiyadır. Qaba material bədənimiz var, bir də enerji material bədənimiz var. Bir də ruh öz mənim var. Öz mənim Əli Nağıyev özünü hesab edirsə, ölən anda. Bədəndən çıxanda Əli Nağıyev enerji bədəni ilə qalma ehtimalı var. Mental yoga təlimdə bunu izah edirəm daha dərindən və həmin kabus öz qohumlarına ayrıla bilmir. Və tutaq ki, övladını çox istəyir, ata rəhmətə gedib uşağını çox istəyirsə, o uşağın o qədər belə yatdığı yerdə ona qarşı bir enerji bağı istəyir, ona bir təsir eləsin, fikrini çatdırsın ki, bəli, onda beyin axı dalğalarla işləyir. Ola bilsin, ehtimal edirəm ki, o dalğalara girə bilir. Nə danışır? Və onda sən sanki yuxudaykən, bu atam ölü, bax atam mən necə görürəm. Yəni belə tüklərin də hətta biz biliyoruz və sanki yuxudan ayılmış kimi olursan, amma yuxuda da san həm də. Həm də yatdığını bilirsən. Bu kabusla görüş formatında bir şey ola bilər. Kabus axı belə diri həyatda, virtual, yəni yuxu oyaq həyatda özünü göstərə bilmir çox vaxt kabuslar. Qədim qəsrlərdə kabuslar privizyon edir rusca. Onlar görünə bilir deyirlər, amma mən gözümlə görmədiyim üçün onu belə iddia edə bilmirəm, amma bu məntiqlə bunu düşünə bilərəm, iddia edə bilərəm ki, bəli, kabus formatında qalma ehtimalımız var. Çünki bu dünya bağlı olur ölərkən, Allahı tanımadan ölürük çoxumuz və o kabus öz ailəsinə ayrıla bilmir bir müddət ta ki özünün öldüyünü, bu dünyadan qopduğunu anlayanacaq. Və bu müddətdə yaxınlarıyla kontakta girmək istəyəndə yuxuda ona deyilə ruh tutmaq. Bilirsən ki, ölüb, amma hər gecə yuxuna gəlir. Sənə isə fikir deməyə çalışır, sənə ötürü ağlayır, sənə özünlə dəvət edir, sənə özünü aparmaq istəyir. Belə yuxu görənlərimiz çox olur. Və bu posttraumatik stres yaradır əməli. Stresin üstə stres gətirir və insan ruh tutub deyiləydi arasında. Bunu təmizləmək olur mu? Bəli, olur. Bu xüsusi bir yanaşmadır. Bu standart psixoterapiya yanaşması deyil. Və burada artıq insanın deməli bu dünya görüşünə yəni elə bir addım atmaq lazımdır ki, elə bir düşüncə vermək lazımdır ki, insan bu həmin ruhi varlıq üçün dua oxuya bilsin, onu özünə uzaqlaşdıra bilsin, ali şəxsiyyətə, proqramistə müraciət edə bilsin. Bəlkə də o proqramistin proqramı ilə onu göstərir ki, sən onun üçün dua etməlisən. Bir neva belə bir qeyri-elmi bir fikir səsləndirim. Tam elmi görkəmdə çıxmaq da istəmirəm. İstəyirəm cəmaatımız məni başa düşsün. Yəni, bax, belə yuxular da var. Halbuki bunları mən yuxu deyə bilmərəm. Bunlar kabusla yatarkən ruhun görüşüdür. Ekranda görür onu və o ekrana müdaxilə edə bilir. Sanki proqrama virus kimi girə bilir. Sanki software-yə girə bilir. O proqramın içinə girə bilir. Mən özüm şəxsən atam dünyasını dəyişəndə bir gecə belə yuxu görmüşəm. Onunla bəzi dünyalara səyahət eləmişik. Sonralar bunu araşdıranda belə düşünmüşəm ki, çünki uzun müddət atamın ola bilsin ki, enerji formatında, kabus formatında bizə bağlılığı çox var idi. Bir müddət onun o ünsiyyətdə olmaq cəhdləri ola bilsin olubdur. Başqa faktlar da var həyatımdan, onları tam açıqlamayacağım. Yəni, və digər insanlarla danışıqlarını görmüşəm. Bəli, mən elə belə bir sual vermək istəyirəm ki, doktor, bir tanıdığım xanım var. Yoldaşlar da son 15 ildir rəhmətə gedib. Xanım özü onkoloji xəstədir. Və xəstəliyi dövründə davamlı həyat yoldaşını yuxuda görürdü ki, həyat yoldaşı ona deyirdi, gəl gedək, əlindən tutub aparmağa çalışırdı. Hətta bir dəfə danışdı ki, yuxuda qolundan bərk-bərk sıxıb aparmağı istəyirdi və o diksinib yuxudan ayıldı və
qolu dəhşətli dərəcədə ağrıyırdı ki, onu tutub dartmışdı. Yəni bu belə çıxır ki, ruh həmin an oradaydı və fiziki olaraq onunla təmasa keçmişdi. Baxın, bədənimizin varlığı ruhumuzun enerji gücüdür də elə. Ruh, bədənin varlığı da ruhumuz saxlayır da bədəni. Psixoenerji deyirəm mən ona, ruh enerjisi. Ruh enerjisi o da güclüdür ki, kabus filmi var, Prividzeniya, Ghost. Bəli, bəli. Patrick Swayze ilə Demi Moore'un birgə çəkildiyi film var, məşhur film, Amerikan filmi, çoxdan çəkilmiş filmdir və orada Ghost, yəni kabus formatında görürsünüz, əşyalara da barmağından toxunmağı bacarır. Və oradakı xanım onu öyrədir. Şiddətli istək olanda ruh, məsələn bir karateist 7 kərpici nazik qoluna necə sındırır? O ruhun gücü ilə, psixoenerji ilə sındırır o daşa, kərpiçləri. Yoxsa o nazik qolan qızları göstərdim sizə gecənə karateist qızları yadınızdadır. 10 daş, 15 daş kəsir, elə bir əlindən bıçaq kimi kəsir. Başından sındırır, əlindən sındırır, barmaqla daşları bölənlər var. Bunlar ruhun gücünü konsentrə etməyə bacarırlar. Kabus bədənində yox, hələ bu bədənindəcə. Həmin o kabus bədəndə şiddətli istək o kontaktı verə bilir. Və hətta üzrəm qədim yoqların misalı var müqəddəs kitablar, qədim kitablarda. Ki yoq o qədər meditasiya vaxtı qaynar qazan görür və qazan əlini vuranda ayılır və görür ki, əli yanıbdır. Xəyal gücü, ruhun gücü o qədər güclüdür, bədənə təsir edir. Bu plasebo effekt, özünü təlqin və hipnoz, bunlar hamısı ruhun gücünün sübutudur. Ona görə yuxuda da bu özünü göstərə bilir. Kimsə sənin ölmüş qohumun səninlə kontakta girmək istəyə bilir. Bəs doktor 10-15 fiziki il kontaktı araşdırır. 10-15 il deməli kabus getməyib də uzun müddət. Getməyib, yəni onu sual vermək Çünki istədim. o elə bir qəfləti öləndə belə olur. Qəfləti öləndə. Bəli. Məsələn, kimsə vurdular, öldürdülər, kimsə yıxıldı, öldü. Ölüm düşünmür də ha. Hələ ömrün davam. Biz hamımız elə bil ki, biz yaşayacağıq da. Hələ bir müddət hələ var ömrümüz. Biz bilmirik nə qədər yaşayacağıq və qəfləti öləndə də kabus formatında qalanda da yuxuya girməyə meylliyir. Məsələn, güzgüləri niyə bağlayırlar ölü hüzur yerlərində? Çünki kabus özünü güzgüdə görmür və daha çox həyəcan keçirir. Baxın, fikirləşin, bədən qalıb yerdə, sən çıxmısan belə öz enerji bədəndə. Güzgünü ona görə bağlayırlar. Güzgüləri bağlayırlar da, qədimdən bu biliklər olubdur, bu biliklər sonra itib gedibdir. Ölmüsən, bədəndən çıxdın, bədən yerində, sən bədənə toxunanmırsan, qohumlarına səsini çatdıramırsan, səs gəlmir, axı səs telləri yoxdur. Ancaq fikir təlqini. Güzgün qabağında dayanır, özünü görmür. Yoxam, güzgünü görürəm, özümü görmürəm orada. Bu kabus daha da narahat olur. Ruhları deyil, narahat eləməyək. Sonra yemək təklif edən tayfalar var, yeməkləri pişirəndə onun üçün da ayrılırlar. Qoxusunu falan hiss etməsə də görüntü görə bilir, konsentrə. Yəni bu biraz fərqli və dərin mövzulardır və belə yuxular da var bir sözlə. Bunu biz ayrıca bir dəfə öləndən sonra nə baş verir, başımıza nə gəlir, bu mövzunu mental yoga aspektindən danışarıq. Gələcək üçün mövzular öləndən sonraki həyat. Ölümdən sonraki həyatı biz sizinlə danışacağıq. Yəqin ki, bizim YouTube kanallarımızda izləyin və çəkilişlərimizi izləyin, Instagram izləyin, bu bizi kanalı və psixoterapi Əli Nağıyev. Onlarda bu barədə öləndən sonra nə baş verə bilər məntiqlə və ruhi məntiqlə bunları danışacağım. Amma bugün bəli, yuxu ilə bağlı. Bir də yuxu görmələr var ki, öncə hadisəni görmək. Bəlkə bu barədə danışaq, maraqlısınız. Amma ondan öncə bu qorxulu yuxularda qarabasmalar haqqında da bir-iki söz deyirsiniz. Çünki həqiqətən məncə çox insan bundan əziyyət çəkilir. Bəzi insanlar deyirlər ki, bu çox yorğun olan insanlarda bu hallar baş verir. Məsələn, elə yuxular da var ki, məsəl üçün yatdığın yerdə yuxu görürsən, ayılırsan, amma yenə də yuxudasan. Aynen. Belə bir hallar da olur. Bəli. Yatdığın yerdə yuxu görürsən, sonra? Yəni yatmısan, yuxu görürsən, yuxudan ayılırsan, amma yenə də yuxudasan. Ha, olur. Yuxuda yuxudan ayılırsan, yenə də yuxudasan. Amma sənə gəlirlər, amma yenə yuxudasan, bu da dəhşət. Ümumiyyətlə, yuxu nədir? Yuxu ruhun beyin kompüterindəki izləri yenidən görməsi, belə kobud deyək və ikinci nədir? Sənin beyin kompüterinə müdaxilən varlıqlarla görüş imkanıdır. Və müqəddəs yuxular deyilən yuxular da var axı. Böyük ruhların sənin beyninə müdaxilə etmə imkanları var. Buna indi psixoanalitiklər düzdür. Arxetiplər, ağsaqqallı kişinin gəlməyi, mələklərin gəlməyi kimi fikirlər deyirlər. Olsun, onlar təsvir edilir. Amma dərin ruhi məntiqlə böyük ruhlar sənin beyin kompüterinə müdaxilə edə bilir. Hətta böyük ruhlar sənin bədənini də istifadə edə bilər. Sən icazə versən. Və bəzən pis ruhlar daha pis mənada istifadə edə bilər. Karmik olaraq sən zəif olsan. Biz buna necə icazə verə bilərik? Məsələn, böyük ruh deyəndə, məsələn, belə deyək də, böyük elçilər olub, tarix boyu peyğəmbərlər, onlar bəzən sanki özləri danışmırmış, ali şəxs, Allah onların dilində danışırmış.
Buna channeling deyirlər, deyəsən İngiliscə, amma məsələn bir ara bir hərəkət yayılmışdı. Böyük ruhlarla kontakta girək, bədənimizdə olan istifadəsinə verək deyə bir düşüncə tərzi də olubdu. Bir spiritual düşüncə tərzi. Ona görə bu müxtəlif yəni təsir imkanları var bizim üzərimizdə. Demək, yuxunun iki növü var. Birinci, mən ruh olaraq həyatımı baş verənə verəcəkləri sanki öncədən görərəmiş kimi görürəm yuxuda. İkinci də kimlərsə mənim beyin kompüterimə təsir edərək enerji səviyyəsində yuxu vasitəsilə məndən kontakta girir. Bir də doktor Peyğəmbərliklər olub, yuxuda vəhiylər olubdu, tarix boyu düşüb müqəddəs kitabları bunlar. Buyurun. Bir də belə yuxular olur. Məsəl üçün hamilə xanım da yuxuda görür ki, bir qara, ağ saçlı, Siz qara basmalar deyəcəm, o cavab vermədim, cavab verəcəm. Ağ saqqallı kişi mənə dedi ki, qızının və yaxud da oğlunun adını filan şey qoy. Bu xəbərdarlıq kimi bir şeydir sizcə? Yəni burada o obrazın sizə təsiri çox vacibdir. Obrazın təsiri. Yəni obraz pozitivdirsə, təbii ona bir qulaq asıb məntiqini dinləməkdə fayda ola bilər. Bu Allahdan gəlibmiş kimi hissiyat varsa yuxuda, onu qəbul etməkdə fayda var. Belə şey, o hissiyat daxilində olur ki, bu Allahdan gələn bir varlıqdır. Orada aldatılma ehtimalı azdır. O ki, qaldı qarabasmalar. Yuxu görmə deyil qarabasma. Qarabasma ayrı bir hissiyatdır. İnsan oyaq olur, sanki boğulur. Kimsə oturub sinəsində onu boğur. Bu qarabasmaların elmi izahları, müxtəlif izahları var, amma bayaq mən dediyim kimi enerji bədəni olan varlıqların təsiri imkanları da var qarabasmada. Bəli, real qarabasma. Bir də ikinci də yuxu iflici deyilən bir şey də var. Yeri gəlmişkən ona toxunaq. Qarabasma ayrıdır, yuxu iflici ayrıdır. Yuxu iflici odur ki, mən sanki ayılıram, amma bədənimi tərpədəmirəm, danışamıram. Bəli. Bədənim hətta o dərəcədə olur ki, bədənimə kənardan baxıram. Bədənimə qayıdıb girmək istəyirəm. Bax, yuxu iflicinin növləri var. Və yuxu iflici mental yox, təbii o demək ki, sənin ruhunun bədənlə kontaktı tam bərpa olunmur, kəskin ayılanda birdən. İkinci də beynim ayılır, ruhum. Bəli, bu bir tərəf beyin ayıqdır, yox. Mən ruhən ayıqam, beynimə sahib çıxamıram. Bədənim, beyin bədəni idarə edir axı. Amma bir də var ki, bu bir elmi izahında hələ dəqiq izahat yoxdur. Ağır psixi pozuntu işarəsi ola bilər deyirlər. Yorğunluq əlaməti ola bilər deyirlər. Deyirlər ki, mən bədənlə əlaqəm kəsilir də. O demək ki, mən bədən deyiləm deməkdir. Bəzən bədən bir hissəsini idarə edə bilmirsən. Bu tərəfi idarə edirsən, bu tərəfi yox. Tam bədənə girmiş, idarə etmiş deməli hiss eləmirsən ki, bədənimi idarə edirəm. Bu yuxu iflici komponentidir. Yuxu iflici çox vaxt yorğun, həssas insanlarda, psixoemosional yorulanda, psixi travmalardan sonra posttraumatik stres pozuntusunda özünü göstərə bilər. Öncə görmə yuxuları nədir? Bu vacib mövzudur. Öncə görmə yuxuları o dəqiqə iki yerə ayıraq. Birinci, öz həyatımla bağlı gördüklərim. Sanki öncədən görmə. Bu hadisəni mən yuxumda görmüşdüm. Deyirsə, o yuxuda görməyib. Ola bilsin, hətta dejavüdür. Ona gəlir ki, yuxuda görüb. Amma məsələn, mən bugün yuxudan alim deyim ki, mənim başıma sabah falan iş gələcək və sabah həmin hadisə ilə qarşılaşıramsa, burada bir başqa məntiqdə, məqam da var. Nədir o məqam və məntiq? Odur ki, sən özünü yuxuda arzuladığın, qorxduğun bir şey görürsən, qorxu və ya arzular dedik axı bayaq. Onu öncədən yazılır, yuxuda görürsən və gördüyünü də inandığın üçün ki, bu olacaq. Və sən özün kodluysan. Bayaq dedim, bax, psixoenerji gücü, ruhun gücü kainata təsir edir. Bizim hər birimizin ruhu kainatdan böyükdür. Sirrini bilsək, kainata təsir edə bilərik. Elə sirri də bilir ki, tələqindir, inançdır, inamdır. O özünə inanc o qədər güclü olur ki, o yuxuya inanc daha doğrusu. O inanc onu psixoenerjisini yönləndirir və o hadisənin başına gəlmə ehtimalı çox yüksək olur. Yəni, bu öncə görmə qabiliyyətindən çox özünü tələqinə oxşayır. Necə qaraçılar falımıza baxır, özü sizə təlqin edir. Sən ona inanırsan, qorxursan o dediyinə və 3 il sonra ailə quracaqsan deyil, 3 il sonra ailə qurursan. Çünki sənin beynin o cür kodladı və hipnotik təlqin elədi sənin beyninlə. O yuxular da özünə hipnozdur sanki. O yuxunu görmək, öncə görmə. Bu bir də real öncə görmələr ola bilərmi? Ola bilər. Nadir hallarda, amma mən onu çox da elə qəbul etmirəm. Sadəcə mən nəyə qəbul edə bilərəm? Başqasının həyatı ilə bağlı gördüklərin. Öz həyatın deyil, başqasının. Amma mən yuxuda görmüşəm ki, sən təyyarəmizdən təyyarə partlayacaq. Belə yuxu öncə görməsi olanlar olub. Yuxuda. Və bu bir xəbərdarlıq yanaşması ola bilər. Belə bir xəbərdarlığa kimsə gedib desə ki, mən gördüm, məsələn, bir insan uçur. Ona kimsə inanarmı ki? Təbii ki, inanmır. Amma inanmayıb da başına işlər gələnlər olubdur.
Aydındır, təşəkkür edirəm. Öncə görmə bu cür baxal. Bir də var, öncə görmə bir formatı da var. Elə müqəddəs şəxs dediyi kim nəzərdə tutduğum bir obraz gəlir. Ağsaqqallı kişi, ağsaçlı, başı çarda örtülü qadın, Həzrət Əli obrazı, çox yayılmış obraz bizim ərazilərdə. Filan böyük ruhlar varlıqlardan biri. Hətta bəziləri deyir Allahın özünün obrazı mənə dedi ki, filan şey olacaq. Onda öncə görmələrdə biraz həqiqət ola biləcəyini düşünürəm. Amma orada da yenə təlqin komponenti 90%-dən az. Aydındır, çox sağ olun. Özünün təlqin komponenti. Bilmirəm, danışdıqlarım aydındır mı, anlaşılandır mı? Bəli, bəli. Buyur. Çox gözəl danışırsınız, maraqlı faktlar dediniz. Yuxu yozmaları necə doktor? Məsəl üçün deyirlər, yuxuda ən maraqlı hal, yuxuda qız uşağı gördünsə pis bir şey başına gələcək. Oğlan uşağı gördünsə gözəl bir hadisə yaşayacaqsan və yaxud da deməyəm bu formada yuxu yozmalar var. Bunlar nə dərəcədə doğrudur? Yuxuda uçmaq sualı burada biz indi canlıdayıq. Çəkilişdə ayrı düşəcək, canlıdayıq burada. Orada sual yuxuda uçmaq nə əlamətdir? Yuxu yozmaları soruşurlar da dolayısıyla. Yuxu yozmalara mən necə qəbul edirəm? Qismən qəbul edirəm müəyyən millətlərin, toplumların, xalqların həyat minillik təcrübəsi var da. Hamısının üstünə xətt çəkmək olmaz. Amma bunlar psixoloji əsaslı fikirlərdir də daha çox. Bayaq dedim, nənəm deyirdi, öləndən sonra ömrünü uzadırsan bala. Nənəm yuxunu o cür gözləyir. Məsələn, ilan gördün, ilan bir neçə əlamət, bir neçə yəni yozma imkanı verir. Yuxu yozmalar elmsiz və məntiqsiz qəbul olunmamalıdır. Bayaqdan danışdığım əslində yuxu yozmalarıdır da. Aha, belə. Bayaqdan nə deyirəm? Elmi və əsasdan psixoterapiya da mənə lazım olur yuxunu yozmaq. Yuxu görmən varmı soruşuram, necə yatırsan soruşuram. Bunlar hamısı görülür. Deyilir, o yuxu yozma kitablarını qoyun kənara. Mütəxəssislərin öyrəsin, onlar sizin üçün yoza bilsinlər, yozsunlar. Yuxu yozmalar psixoterapevtik yozumları qəbul edirəm. Vaxtilə Sigmund Freud bununla məşğul olub təməlli başdır. Yəni yuxuma görə mənim psixoloji vəziyyətim dəyərləndirilir. Yuxuma görə, yuxuya görə nəinki psixoloji vəziyyət, yuxuya görə mental yoga təbirincə yanaşsaq, heç psixoterapiyanı da Çindən keçərək, mental yoga təbirindən yanaşsaq, təbirincə yanaşsaq, mövqeyincə yanaşsaq, ruhun böyüklük dərəcəsində bilmək olur. Yuxularını mənə de, mən deyim sən kimsən. Yuxu görüb görmədiyində mən deyim sənin psixologin necədir. Ona görə yuxu yozmanın psixoterapevtik əhəmiyyəti var. Yuxuları psixoterapevtik yozmaq lazım və yozarkən bayaq dediyim məqamları nəzərə almaq lazım. Məsələn, ilan müxtəlif xalqlarda müxtəlif şuuraltı obrazdır. Yuxuda ilanı görmək qorxunu göstərə bilər, cinsi əlaqə ehtiyacını göstərə bilər. Məsələn, bir qadın yuxuda ilan görürsə, bu onun uzun müddət cinsi kontaktın olmamasının göstəricisi ola bilər. Bir kişi yuxuda ilan görürsə, o qorxularının göstəricisi ola bilər. Bir nəfərin beynində yol və ilan və yol assosiasiyası var. Uşaqlıqdan belə eşidib, yuxuda ilan görürsə, yola çıxma istəyinin göstəricisi ola bilər. Yəni burada yuxu yozarkən məntiq nəzərə almalıdır necə? Birinci o xalqın, o toplumun obrazları, arxetipləri nə deməkdir? Nə üçündür? Hər bir xalqda məsələn götürsək Çində əjdaha güc, ruhi güc obrazıdır. Məsələn Hindistanda ilan tanrının müdrikliyi obrazıdır. Müxtəlif obrazları var. Şuur altında da oturur. Bizdə ilan müsbət və mənfi, negativ və pozitiv yöndən görür. Ağ ilan, qara ilan mövzusu var. Ona görə birinci növbədə xalqın şuuraltısı, yəni ona deyirlər, arxetiplər nəzərə alınmalıdır. Toplumun, həm dünyəvi, həm də yerli. Sonra insanın şəxsi həyatında başına gələn travmalar nəzərə alınmalıdır. Onun istəklərini soruşmaq lazımdır. Yuxunu o cür yozmaq olar. Yozmaq, yəni elmi əsasdan yuxunu interpretasiya etmək deyirlər bizə ona. Bu şəkildə yanaşmaq lazımdır. Təşəkkür edirəm doktor. Çox maraqlı danışdınız. Çox sağ olun. Mən amma bir şey istəyirəm vurğulayam ki, yuxuya həyat rəhbərliyi kimi baxmayın. Yuxuya ciddi əhəmiyyət verməyin. Sizə ciddi təsir olan yuxular isə mütəxəssislər aparın, onlar sizin üçün elmi əsasla yozsunlar. Sizə kömək edəsin. Aydındır. Minnətdaram doktor. Çox sağ olun. Sağ olaşıram tamaşaçılarla da. Sağ olun. Çox sağ olun. Bu sayədə qalan mövzuları da şərhlərə yazın. Biz çalışaraq gələcəkdə onlara toxunaq. Bu sayədə maraqlandıran suallar. Bu verilişin adı Əli Həkimlə söhbətdir. YouTube'da Əli Həkimlə söhbət yazın, mövzular çıxacaq.